İsrail 2001-ci ildə Səddam devrilməlidir deyir. Səddam devrilməlidir deyir və dəyərli vətənlərim, dəyərli soydaşlarım. Və Səddam 2003-cü ildə, 2002-də hazırlıqlar ikinci yarısı tamamlanır və 2003-cü ildə Səddam devrilir. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Əli Xameneyi də boş durmadı. Bugün səhər fətva verdi. Mən ona fətva mı deyim, fitva mı deyim, bilmirəm. Axırı ki, İranın dini lideri fətva verdi. Verdisə, mən də onu çatdırmalıyam burada. Ayətullah Əli Xameneyi İsrail ilə qarşı yeni Xeybər savaşını və bütün müqavimət cəbhəsinin cihadını elan etdi. Bütün şiyələri İsrailə qarşı cihada çağırdı. Amma şiyə söhbət eləmədi. Cihada zaten şiyələr eşidir, sünnilər eşitmir ki onu. Sadəcə cihad söhbətini, şiyə söhbət eləmədi, bütün müsəlman söhbət elədi. Amma xeyr ola, sən öz cavabda ərəblərin gözünü basıb deşirsən, sünnülərin, düşmən kimi kəsilmişsən, indi ayrımçılıq eləmirsən. Həmişə ayrımçılıq eləyirdin, indi eləmirsən. Hər nəysə. Allah bildiyi kimi yapsın. Əziz həmvətənlərim, dəyərli soydaşlarım, dəyərli həmvətənlərim, Naxçıvanda isə seks gedir. Naxçıvanın yaxşı kişiləri Naxçıvandan didərgin düşüb, yerdə qalan göt hakimiyyətin nümayəndələridir və Naxçıvanda məzlumlar, qarabaşlar, qaraqullardır. Və dəyərli həmvətənlərim, orada narkotiki ucuz satırlar və orada belə qəhbəliyi də təbliğ eləyirlər. Artıq diskotekalar, lüt qızlar, qəhvəxanalar Naxçıvanın hər tində, nərdeysə hər kəndində var. Budur belə. Naxçıvanlar da gəlib bu götə baxmağa, bunun dombalab götünə baxmağa gəlib. Ay Naxçıvanlar, göt görməyibsiniz mi? Ay Naxçıvanlar, ay sizə deyirəm, ay sizə. Ay Naxçıvanlar, ay gözəllər, ay canım ciyərlərim. Baba, göt görməyibsiniz mə, göt. Götə baxmaq istəməyirsiniz mə? Götə baxmağa mı yığışırsınız hə? Ay elə bu Naxçıvanın məmurlarına, Əliyev hakimiyyətinin yuxarı başına baxmaq bəs edir də, bütün götlər oradadır. Baxın, hamısı eşşəklə cinsə layıqaya girib, indi gəlib qoca yaşında da götəlliyirlər, stolda oturub iş yerində də götəlliyirlər. Gör nə qədər yanıq olublar, eşşəklə cinsə layıqaya girən qocalar, ikranı qaşıq-qaşıq yiyirlər, bu belə qaşıq-qaşıq yiyirlər. Görürsünüz dəyərli vətənlər? Naxçıvanda belədir, Naxçıvanda. Naxçıvanda belədir, belə. Bu arada iki nəfər mənə şəkil atdılar İrandan. Mənə iki nəfər İrandan şəkil atdılar. Mən o şəkilləri devlət nümayəndələrinə ötürdüm. Onlar Azərbaycanda terror təxribat edəcəklər. Çox da bacarıqlı, güclü adamlardır. Savadlı adamlardır. İkisini tapıb mənə ötürüblər də, ikisini tapsalar bəlkə də böyük bir şəbəkəni tapa bilərlər. Mən onların ikisinin şəklini göstərdim, atdım. Cavab gəlməsə, sabah onların şəklini burada göstərəcəyim. Cavab gəlməsə, qulaq ardına vursalar, sabah burada göstərəcəyim onların şəklini ki, heç olmasa insanlar o adamları görən kimi polisə ora-bura xəbər eləsinlər. Gəlin bir buna baxaq, kayfımız donbalsın keçək xəbərlərə. Halal olsun qardaş. Bütün gəncliyimizi yadımıza saldı. Gördünüz adamın gözü dolu. Gəncliyimizi yaşamadı. İlham ağzımıza sıçdı. Ne körpəliyimizi